Nə cür davranmışsan, ona tərəf getmişsən, nə cür davranmışsan, o cür davranacaq səndən. Vallahi. Ən çox insan ona ümid eləyir. Nə cür davranmışsan onunla, o cür də davranacaq səndən. Əmin ol. Getmişsən, gələcək. Hani getməmişsən, gəlməyəcək. Allah Subhanahu ne buyuruyor Kur'an-ı Kerim'de? Taha suresinde. فَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Kim məni ya da salmaqdan üz döndərərsə, güzarana sıxıntılı olar. Milyardlara sahib olsa belə. Rahat tapa bilmir. Hər şeydə var. Maşın var, ev var, istəyirsən. İbn Teymiyye'nin yaxşı söz var. Allah rəhmət eləsin. Şeyxülislam. Deyir ki, hər kəsin Allahın zikrindən üz döndərməyi miqdarında bu sıxıntılı həyatdan nəsibi var. Cümlə bir də fikirləş. Hər kəsin, bütün insanı, kafir mümin, Allahın zikrindən üz döndərməyi miqdarında. Kafir tamamilə üz döndərib, onun sıxıntısı çoxdur. Sən nə qədər üz döndərməsin, sənin də o qədər sıxıntın var. Hər kəsin bu sıxıntı həyatdan zikirdən üz döndərməyi miqdarında. Kafir tamamilə üz döndərib, onun sıxıntısı çoxdur. Özünə məxsus miqdar. Ay sağ ol. Kim zikirdən nə qədər üz döndərib, o da sıxıntı həyatdan nəsib var. Və Allah deyir ki, وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Qiyamət günü onun üzrümüzə kim getirəcək? Kör kimi. Ne kimi? Kör. Oy. Dünyada kim görür? Gəlin kör, görür. Qalə Rabbi. O dedi, Rəbbim, limə həşartani ə'mə. Məni niyə kör yeşillədin? Və qad kuntu basira. Mən ki görürdüm dünyada. Allah akbar. Görsən, həqiqi şikəstlik gözün körlüğü deyil, qəlblərin körlüğüdür. Ne kadar körler var ki namaza durur, getir namaza kılır. Ne kadar göz görenler var ki. Kur'an okuyur. Anladın mı? Ona göre o engelli olmak var ya əlillik. Qəlbin əlilliyidir. Qəlb əlil değilse xəstə deyilsə. Əzalar əlil olsa bir işine yaramaz. Qol olmaya bilər, əyri ola bilər, gözü görməyə bilər. Əsas qəlbdir. O da qiyamət günü kim getirəcək onu? Kör kim? Deyir ki, mən körlədim, dünyada ki gördüm. Allah deyir ki, ayələrim sənə nazil oldu, sən sözünü körlüğe vurdun, görməməzdən gəldin. Necə davranmışdın? Körlüğe qoymuşdun özünü, indi səni kör gətiririk. Ona deyir ki, əl-cəzəu min cinsil əməl. İnsanlara verilən cəza onların əməlin növünə görədir. Nə cür davranmışsan? O cür davranırsan. Əmin ol, getmişsənsə gələcək. O gibi bir qardaş soruşuyor müəllim, insan təzə namaza başlayanda zor, iman zor. Deyim, təzə başlayanda sən ondan uzaqdaydın. Onu tapmışdın təzəlikcə. O şirinliyi sadlandırmışdın. Sonra isə sən üz döndərdin. Günahlar elədin, onu tanımadın, öyrən. Ben niyə ilm öyrənin? Kamı deyim ki, Mədinəni oxuyun, elm öyrənin, gəlin burada oturub danışın. Yox, əli özü üçün. Rəbbini tanımaq üçün. Çünki elmdə məqsəd nədir? Cahilliyi bilinci öz üzərindən qaldırmaq. Hamdır için gəlir üzərindən, elmi səni türü gəlirlər. Gəl təşkişməkdən ötürür. Məclislərdə danışmaq üçün yox, cahilliyi öz üzərindən qaldırmaqdan ötürür. Hələ bir Rəbbini tanı sən. Ona görə insan deyir, əvvəl tanımışdır Rəbbi, şirinliyi dadmışdır. Sonra isə günahlar, araya gidir günahlar və nəysə oldu? Soyuqluğa. İbn-i Qeym Rəhməllah gözəl söz var. İğasətül Əhvən kitabının əvvəldə deyir. Deyir, Allah qulunu birinci dəfədən həlak eləmir. Sən qulluq qulluq günah düşmürsən. Hər hansı bir günah. Birinci dəfədən həlak eləmir. Hesab verir, sağ gözünə möhlət verir, qayıtma. Gör ki, yox, sən düşməni razı salıb, dostu qəzəbləndirirsən. Şeytan deyən ne deyirsən? Sonra da harda həlak olmuşsan, Allah üçün hiçbir əhəmiyyəti qalmır. Dünya mal, pul sən azdırıbdı, qadın sən azdırıbdı, nəfsani istəklər, başçılıq iddiası, nə bilim, cürbüdür şey. Hiçbir fərq yox, hasa azdırırlar azdırırsın. Yəni, mühim önümü olduğu ki, sən azdırır. Və görsən, nədir, deyir Rəbbin, tövbə eləyən qulun tövbəsini necə sevilir günahdan tövbə eləyən? Səhradan minini itiribdir. Üstündə də yemək içməyi var. Ha şeyh nə qarır? Gedir otur ağacın altında ölümü gözləyir. Ha o ölüm, nə qarır? Səhradan keçəcək, çıxamayacaq səhradan. Yemək də yoxdur, su da yox. Ancaq ölümü gözləyə bilər. Başqa hiç var yox. Birdən gözü açılır ki, minin yanındadır, üstü də yemək içmək. Sevindiğinden Allah'a deyir ki,
Mən sənin Rəbbinəm, sən də mənim qulumsan. Şeyx Hüseyin Rəhmanov çox gözəl söz deyir. Bu elə bir misaldır ki, o tərəfi yoxdur. Yəni həyatdan əlini üzmüş birinin həyata qayıtmağa o etdiyi sevinç qədər heç bir sevinç yoxdur. Adam şey öldürür üzmüşdür, ölümü görüyor. Bütün o düşü bu. Yaxşı, həmin adam niyə sevinir ha şeyx? Çünki üstündə yeməyi var idi. Yemək içməyi var idi. Ehtiyacı var idi ona. Sənin Rəbbinin isə sənin tövbənə ehtiyacı olmadığı halda ondan daha çox sevinir. Bu nə boyda rəhmətdir.